Salam, kanalıma xoş gəlmisiniz. Bir müddət əvvəl kosmosda Azərbaycan adını daşıyan asteroid barəsində danışmışdım. Bu videonu izlədikdən sonra keçid edib həmin videonu da izləyə bilərsiniz. Yaxşı, bəs kosmosda Azərbaycanlılarla bağlı başqa hansı obyektlər var? Siyahıya keçməmişdən qabaq bu videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın, çünki bu siyahını hazırlayarkən əziyyət çəkmişəm. Əgər bu məlumatların başqaları üçün də maraqlı olduğunu düşünürsünüzsə, bu videonu paylaşmağı unutmayın. Siyahımıza keçək. Kəmərlərinizi bağlayın, səyahətə başlayırıq. 4, 3, 2, 1. Əvvəlcə Merkuri planetinə gedirik. Merkuri Günəş sistemində Günəşə ən yaxın olan və səthində temperatur fərqləri ən kəskin olan planetdir. Burada gecə temperatur -180 dərəcəyə, gündüz isə müsbət 340 dərəcəyə qədər çata bilər. Merkuri səthində Nizami adlı bir krater yerləşir. Nizami Gəncəvi 12-ci əsrdə yaşamış, lirik şeirləri və epik əsərləri ilə məşhur olmuş Azərbaycan şairi və mütəfəkkiridir. Onun ən məşhur əsəri olan Xəmsə 5 poemadan ibarətdir və fars, eləcə də şərq ədəbiyyatına böyük təsir göstərmişdir. Əsərlərində humanizm, əxlaq, sevgi və fəlsəfi düşüncələr ön planda olduğundan İslam intibah dövrünün mühüm mədəniyyət xadimi hesab olunur. Onun şərəfinə adlandırılmış kraterin koordinatları 71.5 dərəcə şimal enliyi, 165 dərəcə şərq uzunluğudur. Bu krater asteroidlə toqquşma nəticəsində yaranıb. Borealis dördbucağında yerləşir, hansı ki Merkurinin şimal qütbü yaxınlığındadır. Kraterin diametri təqribən 77 kilometrdir. Nizami kraterinin şimal-qərbində Saykaku krateri yerləşir. Şimaldan Van Dyck, cənub-qərbdən Martial və cənubda böyük verdi kraterləri ilə əhatə olunub. Bəzi elm adamları Merkuri səthindəki kraterlərin dərinliklərində buz yataqlarının ola biləcəyini ehtimal edirlər. Çünki bu planetin qütb bölgələri daim günəş işığı almır. Nizami krateri bu ehtimalın araşdırıldığı bölgələrdən biridir. Merkuridən ayrılırıq, yerə doğru üst tuturuq və yeri keçib Ayda dayanırıq. Ayda Nəsrəddin Tusi krateri yerləşir. Nəsrəddin krateri ayın görünən tərəfinin cənub hissəsində yerləşən qayalıq ərazidə mövcud olan zərbə krateridir. Təxminən 60 km diametrinə malikdir. Onun dərinliyi 3 km-dir. Koordinatları 39.1 dərəcə cənub enliyi, 2 dərəcə qərb uzunluğudur. Bu krater 2 daha qədim kraterin üzərinə düşür. Şimalda Miller kraterinə, qərbdə isə Huggins kraterinə doğru uzanır. Nəsrəddin kraterinin şərqində isə daha böyük divarlı düzənlik olan Ştöfler yerləşir. Nəsrəddin Tusi görkəmli Azərbaycan alimi, filosofu, astronomu və riyaziyyatçısı idi. O, Marağa rəsədxanasının banisi olmuş və trigonometriyanı müstəqil elm sahəsi kimi inkişaf etdirmişdir. Tusinin əsərləri, xüsusilə bütöv dörd tərəfli haqqında risalə həm şərqdə, həm də Avropada həndəsə və trigonometriyanın inkişafına mühüm təsir göstərmişdir. Onun Zidi Elxani əsəri dəqiq astronomik cədvəllər ilə tanınır və orta əsr astronomiyasına böyük təsir göstərmişdir. Həmçinin Nəsrəddin kraterinin Peyk krateri də var. O daha kiçikdir. Diametri təqribən 9 kilometrdir. Koordinatları 39.4 dərəcə cənub enliyi və 1.1 dərəcə qərb uzunluğudur. Nəsrəddin B adı onun Nəsrəddin əsas kraterinə yaxın olması ilə əlaqəlidir. Nəsrəddin kraterində müşahidə etdikdən sonra aydan ayrılırıq və Marsa üst tuturuq. Amma yolda asteroid qurşağında dayanırıq. Asteroid qurşağı Mars və Yupiter planetləri arasında yerləşən müxtəlif ölçülərdə milyonlarla asteroidin olduğu bölgədir. Asteroidlər Günəş ətrafında müxtəlif orbitlərdə hərəkət edir və bəziləri yerə yaxınlaşaraq potensial təhlükə yarada bilərlər. Asteroid qurşağı asteroidlərin ən sıx yerləşdiyi yerdir. Burada Azərbaycan asteroidi yerləşir. Onun haqqında digər videoda məlumat vermişdim. Bundan başqa burada Şao adlı asteroid yerləşir. Şamaxı Astrofizika Rəsədxanasının saytındakı məlumata görə bu asteroid məhz onun şərəfinə adlandırılıb. Amma başqa mənbədə yazılan məlumatlara görə bu asteroid Cheng Yuan Shao adlı elm adamı şərəfinə adlandırılıb. Asteroid 1881 Shao 3 avqust 1940-cı ildə Alman astronomu Karl Reinmuth tərəfindən kəşf edilmişdir. Bu asteroidin adı Howard Simpson Astrofizika Mərkəzində Amerikalı astronom Richard McCroskey'nin köməkçisi olan Çinli astronom Cheng Yuan Shao'nun şərəfinə verilmişdir. Diametri təqribən 27 kilometrdən biraz çoxdur. Günəş ətrafında bir dövrü təxminən 5,64 il müddətinə tamamlayır. Öz oxu ətrafında tam bir dövrü isə təqribən 8 saat çəkir. Təsadüfə baxın ki, 1880 nömrəli asteroid Richard McCroskey'nin adını daşıyır. Asteroid qurşağında başqa asteroid, Nizami asteroidi yerləşir. Bu asteroid də aydakı krater kimi Nizami Gəncəvi
Çernyavinin şərəfinə adlandırılıb. 3770 nömrəli bu asteroid 24 avqust 1974-cü ildə Sovet astronomu Lyudmila Çernych tərəfindən Krım astrofizika rəsədxanasında kəşf edilmişdir. Onun diametri təqribən 3,38 kilometrdir. O S sinfi asteroiddir, yəni kvars tərkiblidir. 18 noyabr 1997-ci ildə Nizami Gəncəvi şərəfinə adlandırılıb. Günəş ətrafında tam bir dövrü təxminən 3,25 il ərzində tamamlayır. Bir çox səma cismi kimi də bu asteroidin də müxtəlif dövrlərdə alternativ adları olub. 1948 RK, 1974 QT1, 1984 WL2, 1987 RH1. Növbəti məntəqə 62-62 Cavid asteroididir. 1 sentyabr 1978-ci ildə Krım astrofizika rəsədxanasının Sovet astronomu Nikolay Çernych tərəfindən kəşf edilmişdir. Asteroid Azərbaycanın tanınmış şairi, dramaturqu Hüseyn Cavidin şərəfinə adlandırılmışdır. Cavid Şeyx Sanan və Xəyyam kimi bir sıra tarixi əsərlərin müəllifidir və əsərlərində irəliləyişçi romantizm ideyalarını təbliğ etmişdir. Cavid 1937-ci ildə dissident kimi ittiham olunaraq Sibirə sürgün edilmişdir. Bu asteroid Günəş ətrafında bir dövrü təqribən 1809 günə, ilə çevirsək 4,95 ilə tamamlayır. Fiziki xüsusiyyətlərinə görə diametri təqribən 8 kilometrdir. Asteroidin öz oxu ətrafında dövr etmə müddəti 8,2 saatdır. Alternativ adları 1978 RC, 1977 LH1, 1988 UG1. Bir sonraki obyektimiz Magomayev asteroididir. 4980 Magomayev asteroidi 18 sentyabr 1974-cü ildə Sovet astronomu Lyudmila Çernych tərəfindən kəşf edilmişdir. 5 mart 1996-cı ildə Magomayevin şərəfinə adlandırılmışdır. Bu asteroid Azərbaycanın məşhur opera və estrada müğənnisi Müslüm Magomayevin adını daşıyır. Müslüm Magomayev 1942-ci ildə Bakıda anadan olmuşdur və 2008-ci ildə Moskva şəhərində vəfat etmişdir. O 1960-1970-ci illərdə SSR-də böyük populyarlıq qazanmış, həm opera, həm də pop musiqi janrlarında fəaliyyət göstərmişdi. Magomayev 1973-cü ildə SSR xalq artisti fəxri adına layiq görülüb. Bu asteroidin diametri təqribən 15 kilometrdir. Günəş ətrafında tam bir dövrü 3,63 ilə təqribən 1326 günə tamamlayır. Alternativ adları 1974 SP1, 1977 EV3, 1980 TV11, 1986 XJ1, 1988 SB1. 10269 Tusa asteroidi 24 sentyabr 1979-cu ildə Sovet astronomu Nikolay Çernych tərəfindən Krım astrofizika rəsədxanasında kəşf edilmişdir. Bu asteroid 9 mart 2001-ci ildə astronom və riyaziyyatçı Nəsrəddin Tusinin şərəfinə adlandırılmışdır. Tusa asteroidinin Günəş ətrafında tam bir dövrü təxminən 5,56 il. Günə çevirsək 2032 gün çəkir. Diametri təxminən 15 kilometrdir və öz oxu ətrafında fırlanma müddəti təqribən 11 saatdır. Alternativ adları 1979 SU11, 1984 QW, 1985 YY1. Bir sonraki məntəqəmiz 18749 Ayyub Quliyev asteroididir. Bu asteroid 1999-cu ildə kəşf edilmiş və Azərbaycanın tanınmış astrofiziki, asteroid və kiçik göy cisimləri üzrə mütəxəssis Əyyub Salahoğlu Quliyevin şərəfinə adlandırılmışdır. Əyyub Quliyev tanınmış Azərbaycanlı astrofizik və Şamaxı Astrofizika Rəsədxanasının direktoru olmuşdur. O, asteroidlərin tədqiqi sahəsində mühüm elmi kəşflər etmiş, 50-dən çox yeni qanuna uyğunlar aşkarlamış və Transneptun cisimlərinin mövcudluğunu proqnozlaşdırmışdır. Beynəlxalq Astronomiya İttifaqının üzvü olan alim 170-dən çox elmi məqalənin və bir neçə kitabın müəllifidir. Ayyub Quliyev asteroidi 9 aprel 1999-cu ildə Loneos Lowell Observatory Near Earth Object Search beynəlxalq proqramı çərçivəsində Anderson Mesa rəsədxanasında, hansı ki bu rəsədxana ABŞ-nin Arizona ştatında yerləşir, kəşf edilmişdir və ona 1999 GA8 sıra nömrəsi verilmişdir. Alternativ adları 1989 ED6, 1997 SV8. Bir başqa asteroid 5989 Sorun asteroidi 26 avqust 1976-cı ildə Sovet astronomu Nikolay Çernych tərəfindən Krım astrofizika rəsədxanasında kəşf edilmişdir. Sergey Ivanovich Sorin Azərbaycanlı astronom və pedaqoq olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının rəsədxanasının yerinin seçilməsində və teleskoplarla təsis edilməsində yaxından iştirak etmişdir. O, Bakı Gənc Pionerlər Sarayında 40 il astronomiya dərnəyinə rəhbərlik edərək bir sıra gəncin astronomiya ilə maraqlanmasına və gələcəkdə peşəkar astronom olmasına kömək etmişdir.
Onun yetirmələri keçmiş SSR-nin müxtəlif rəsədxanalarında çalışmış və astronomiya sahəsində tanınmış alimlərə çevrilmişlər. Sorin asteroidinin diametri təqribən 3.4 kilometrdir. Alternativ adları 1973 SA5, 1976 SW10. Bir sonraki asteroid 32939 Nəsimi asteroididir. 24 oktyabr 1995-ci ildə Çexiyanın Klet rəsədxanasında kəşf edilmişdir. Asteroid Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi şərəfinə adlandırılmışdır. İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının görkəmli şairi və mütəfəkkiridir. O, Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazdığı şeirlər ilə tanınır və hürufili təriqətinin əsas nümayəndələrindən biri olmuşdur. Onun adını daşıyan asteroidin diametri təqribən 3.6 kilometrdir. Günəş ətrafında tam bir dövrü təqribən 5,34 ilə. Günə çevirsək 1950 günə tamamlayır. Alternativ adı 1995 UN2. Asteroid qurşağından ayrılırıq və Marsa üz tuturuq. Burada bizi Nadir İbrahimov krateri qarşılayır. İbrahimov krateri Mars planetində yerləşən və diametri 87 kilometr olan bir kraterdir. Bu krater Marsın Plato Tavmasiya bölgəsinin şərq hissəsində yerləşir. 1982-ci ilin avqust ayında Yunanistanın Patras şəhərində keçirilən Beynəlxalq Astronomiya İttifaqının baş assambleyasında bu krater Azərbaycanın görkəmli astrofiziki Nadir İbrahimovun şərəfinə adlandırılmışdır. Nadir Babaoğlu İbrahimov görkəmli Azərbaycan astronomu və astrofiziki idi. O 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra Şamaxı Astrofizika rəsədxanasında çalışmışdır. İbrahimov Mars, Venera və Yupiterin Io peyki kimi planetlərin atmosferlərinin tədqiqi sahəsində müxtəlif nailiyyətlər əldə etmişdir. Bu krateri Mars planetində 25.7 dərəcə cənub enliyi, 59.7 dərəcə qərb uzunluğu koordinatlarında yerləşir. İndi Marsda Kopernik, Kepler, Keldiş, Jules Verne kraterləri ilə yanaşı, həmyerlimiz İbrahimovun da adını daşıyan krater yerləşir. Bir sonraki hədəfimiz Marsda yerləşən Kuba, daha doğrusu Quba krateridir. Bu krater təxminən 25 km diametrə malikdir və zərbə tipli kraterdir. 1976-cı ildə Quba adlandırılmışdır. Onun koordinatları 25.9 dərəcə cənub enliyi və 19.5 dərəcə qərb uzunluğudur. Əlbəttə ki, bu video boyunca adlarını bir neçə dəfə eşitdiyiniz, kosmosda Azərbaycan əsilli adlar daşıyan asteroidləri kəşf edən Nikolay Çernych və Lyudmila Çernych barəsində məlumat əlavə etməsəydim olmazdı. Soyadlarından da başa düşdüyünüz kimi onlar həyat yoldaşıdır. Nikolay 2004-cü ildə, Lyudmila isə 2017-ci ildə vəfat edib. Gördüyünüz kimi, kosmosda Azərbaycanla bağlı bu obyektlər var və mən həmin obyektləri sizin nəzərinizə çatdırdım. Siz də videonu bəyənməyi və paylaşmağı unutmayın. İnanıram ki, bu video başqaları üçün də maraqlıdır. Bu cür maraqlı mövzularda videolar izləmək üçün kanalıma abunə olmağı unutmayın. İndi isə keçid eləyib Azərbaycan adlı asteroid barəsində videomu izləyə bilərsiniz. Sağ olun.